Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olduğu iddia edilir. Y001KX nömrəli Range Rover'ın fotosunu vətəndaşlardan biri çəkib. Şəkillərdən avtomobilin nömrə nişanında əks olunan bayraq Ermənistan dövlətinin bayrağına bənzəyir. Başqa bir mənbə isə xəbər verir ki, bu Moldova nömrəsidir. Bu halda belə bir sual çıxır. Bəs nədən seriyada Ermənistan bayrağına oxşayan bayrağın təsviri verilib? Bildiyimiz kimi Moldovanın dövlət bayrağı şaquli şəkildə uzanan göy, sarı, qırmızı rəngləri əks etdirir. Rəngin üstündə dövlət gerbi qartal şəkli həkk olunub. Araşdırmalardan sonra məlum olub ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü respublika elan etmiş Dnestr yanı bölgəyə aiddir. Belə baxanda tanınmamış bir respublikaya aid olan avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur. Saytlarda Bakıda Ermənistan nömrəsi ilə Range Rover başlıqlı xəbəri oxuyan Azərbaycan əsilli Rusiya vətəndaşlarından biri Milli Az saytının redaksiyası ilə əlaqə saxlayıb. Qeyd edib ki, bu cür seriyalı nömrələr adətən Moskvada özbaşınalıq edən və heç kimlə hesablaşmayan adamlara məxsus olur. Nömrə nişanındakı Y001KX seriyaları rus dilində abreviaturadır. Yedu kak хочу, istədiyim kimi sürürəm anlamına gəlir. 011 rəqəmi isə anladığınız qədər həmin şəxsin özünü birinci hesab etməsi ilə əlaqədardır. Bu cür nömrə nişanlı avtomobillərin sahiblərinin Moskvada hər hansı özbaşınalıq etməsi, silahla gəzməsi, bəzən də sayışan işıqlardan istifadə edərək nəqliyyatın hərəkətini pozması adi bir hala çevrilib. Həmin şəxslərin yüksək vəzifədə qohumları olduğu üçün və ya oğru dünyası ilə bağlantıları olduğu üçün polis onların özbaşınalıqlarına müdaxilə edə bilmir.